Bir dəfə mən məsciddən çıxırdım. Ayaq üstə hamı çıxır, mən də çıxıram buradan. Bir nəfər məndən soruşdu. Dedi, müminlə sufinin fərqi nədir? Sufi yəni təsəvvuf. Mən ona baxdım, dedim, axı burada ayaq üstə məsciddən çıxırsan, boyda sual olmaz axı. Müminin söhbəti var, sufinin söhbəti var, bir-biri ilə fərqləri var, onları deyəsən, ayırasan, o vaxt istər. Dedim, başqa yerə gedirəmlə, hardan gəlmişəm belə bir cümlədədir. Mən ona bir cümlədə belə dedim. Sonra çıxandan sonra fikirləşdim, gördüm, elə düz demişəm. Elədir. Fikirləşdim ki, mən ona belə dedim, bunun eybi var. Gördüm, elə o cürdür. Yəni, 3 saat danışandan sonra axırda buzlu nəticə alacaqsan. Nəticə budur. O nədir? Mümin imanlıdır. Allahın buyurduğuna əməl eləyir. Allah deyən kimi. Sufi Allahın buyurduğuna istəyir əməl eləsin. Ya belə deyək. Mömin istir Allaha çata. Allah deyən yoluna. Sufi istir Allaha çata. Amma öz istədiyi yollarına. Fərqi yoxdur. İkisi də istəyir Allaha çata. İkisi də qabağına məqsəd qoyub Allahı. Hər birisindən soruşursan hara, deyir Allaha, cənnətə. Amma möminlə sufinin fərqi budur. Bu Allaha çatmaq istəyir, Allah təyin etdiyi yollarına, o öz istədiyi yollarına. Ondan sonra görürsən ki, başqa yerdən baş çıxartdı, çatmadı məqsədə. Çünki yolu sən təyin eləyənməzsən, yolu o gərək təyin edir.